1 GB fine. Hər vaxtınız xeyir olsun. Bugün Almaniyanın Bremen şəhərindən hər birinizi salamlayırıq. Bu canlı yayımda mən Əmrah Cəfərov sizlə Almaniyanın Bremen şəhərində kiçik bir onlayn tur edəcəyik. Bu onlayn tur Fantaz.eu layihəsi çərçivəsində, Mədəni İş Festivalı çərçivəsində Avropa Birliyi tərəfindən, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunur. İndiyənə qədər müxtəlif Avropa şəhərlərində artıq onlayn turlar olub və indi də Bremen şəhərindədir və bu layihənin məqsədi Avropa Birliyi mədəni irsini Azərbaycanda tanıtmaq və Avropa Birliyi və Azərbaycan mədəni irsləri arasında əlaqələri arasında daha yaxşı əlaqələrin qurulmasıdır. Belə və mən Əmrah Cəfərov artıq 2024-cü ildən Bremen şəhərində yaşayıram və hər hansı suallarınız da olarsa bildiyim çərçivədə cavablamağa çalışaram. Bu tura biz belə gözəl bir parkdan başlayırıq. Bu Bremenin mərkəzində yerləşir və çox şəhər boyu uzanan bir parkdır və bu göldə şəhər boyu bir çox əraziləri əhatə eləyir. Cəmi bir neçə həftə əvvəl bu göl tam donmuş vəziyyətdə idi. İndi artıq yavaş-yavaş çiçəklər açılır və yazın gəlməkdə olduğu hiss olunur. Ümumilikdə Bremen şəhərində belə yaşıl parklar çoxdur və ən çox yaşıllığı olan parklardan biri hesab olunur. Bremen şəhəri Almaniyanın ən böyük şəhərlərindən olmasa da böyük şəhərlərindən biridir və təxminən yarım milyondan çox əhali yaşayır. Almaniyanın şimal-qərbində yerləşən bir şəhərdir və belə adlanır Bremen Hanseatik şəhəri, Azad Hanseatik şəhəri. Bunun mənası qədim Avropanın qədim və önəmli liman şəhərlərindən biri olmasıdır. Və Almaniyada ümumilikdə 16 federal subyekt var. Almaniya federal dövlət olduğu üçün. Və bu 16 federal subyektlər arasında cəmi 3 şəhər Hamburg, Berlin və Bremen belə desək şəhər vilayətdir. Yəni vilayət sadəcə şəhərdən ibarətdir. Və Bremen də bunlardan biridir. Beləliklə Bremen Almaniyanın 16 federal əyaləti arasında həm əhalisinə görə, həm də ərazisinə görə ən kiçik olanıdır. Amma Bremenlilər bu xüsusiyyəti sevirlər, bu xüsusiyyətlə fəxr edirlər və şəhərin həmin bu azad keçmişi ilə və hazırki muxtariyyəti ilə belə deyək məmnundurlar. Ümumilikdə Bremendə velosiped çox önəmli yer tutur, nəqliyyat vasitəsi kimi və bəzi yolların hətta ərazisinin böyük bir qismi elə velosipedlər üçün ayrılmışdı, az bir qismi avtomobillər üçün ayrılıb və bu yollar bütün şəhər boyu
uzanır və şəhər boyu hər yerə rahatlıqla, bəzən ictimai nəqliyyatdan daha sürətli şəkildə çatmaq mümkün olur. Biz indi şəhər mərkəzinə doğru gedirik, tarixi mərkəzə doğru. Buradan da elə böyük kilsə görsənir. Ümumilikdə Bremen şəhəri az öncə vurğuladığım kimi özü ayrıca federal subyektdir və Bremen şəhərinin özündən və Bremerhaven adlanan dəniz kənarında yerləşən kiçik bir şəhərdən aralı ərazidən ibarətdir. Belə deyək, 2 şəhərdən ibarətdir əslində bu şəhər vilayət. Və özünün hökuməti mövcuddur, yerli hökumət, hansı ki Bremenin ümumi iqtisadi, mədəni həyatını idarə eləyir. Çox rəngarəng bir şəhərdir, tarixən liman şəhəri olduğu üçün də belə olub və fərqli qruplardan olan insanlar yaşayır. Miqrant keçmişi olan əhalinin yetəri qədər yüksək faizə məxsus malik olduğu bir şəhərdir. Xüsusilə də əslən Türkiyədən gəlmiş miqrantlar və eyni zamanda ərəb ölkələrindən gəlmiş miqrant əhali şəhərin həm əhali payında, həm də günlük həyatında önəmli bir yer tutur. Və az öncə də gördüyünüz kimi tramvayı burada metro yoxdur Bremendə, amma tramvay xəttləri var çox fərqli istiqamətlər üzrə və bütün şəhəri bir-birinə birləşdirir demək olar ki, əsas nəqliyyat hesab etmək olar. Avtomobil istifadəsi yetəri qədər az olan bir şəhərdir. Bura şəhərin əsas meydanlarından biridir və bəzi hallarda burada müxtəlif tədbirlər olur, yarmarkalar keçirilir, festivallar da ola bilir bəzən. Ümumilikdə Avropanın və Almaniyanın bir çox şəhərləri, xüsusilə də Almaniyanın bildiyimiz kimi dünya müharibələri zamanı bir çox hissələr dağılıb, sonra yenidən tikilib, xüsusilə digər şəhərlərin, Berlin, Köln kimi şəhərlərin bildiyimiz kimi mərkəzindəki tarixi abidələrin hətta bir çoxu yenidən köhnəsi kimi bərpa olunmağa çalışılıb. Bremen şəhəri də 2-ci Dünya müharibəsində çox zədələnib, çox dağılıb, amma onu deyərdim ki, şəhərin tarixi mərkəzi çox da zərər görməyib. Bu xüsusi bir haldır, çünki və buna görə də şəhərin mərkəzi hissəsindəki tarixi abidələr əsasən qorunulub, saxlanıla bilib Bremendə. Burada gördüyümüz Prusiyanın baş naziri olmuş, kansler olmuş, hansı ki həm də digər Alman dövlətlərini Prusiyanın ətrafında birləşdirmiş Otto von Bismarck'ın heykəlidir. Adətən
belə əzəmətli heykəllər, xüsusilə də at üstündə olan heykəllər adətən olur kralların heykəlləri, amma bəzi istisnalar var və bu Otto von Bismarck'ın bu heykəldə həmin istisnalardan belə deyək biridir. Biz indi şəhərin mərkəzindəki əsas meydanlardan birinə gəldik. Bazar meydanı Marktplatz adlanır və buradakı önəmli yerləri sizə göstərəcəm. Burada 11-ci əsrdə tikilmiş, sonradan isə səhv xatırlamıramsa 19-cu əsrdə bərpa olunmuş bir kilsə var və əsas mərkəzi və tarixi kilsədir. San Pedri kilsəsi adlanır ki, həmin bu meydanda yerləşir. Mən indi həmin bu kilsənin içərisinə girəcəm, amma orada olduğum müddətdə digərlərinə hörmətsizlik olmasın deyə danışmayacağım, amma içərini sizə göstərməyə çalışaram. Belə 11-ci əsrdən etibarən bu kilsə Bremendədir və bir çox önəmli ümumilikdə xristian kilsələr daxilindəki konfliktlərə şahidlik etmiş, tarixi əhəmiyyəti önəmli olan bir kilsədir. Onu da vurğulayım ki, bugün kilsələr ibadət yeri rolunu qoruyub saxlasa da, həm də daha çox, daha fərqli fəaliyyətlərdə də işlər görürlər, fərqli istiqamətlərdə. Xeyriyyə işləri olsun, təhsil məsələləri olsun, bir çox kilsələr Almaniyada bu işlərlə də məşğul olurlar. Hal-hazırda Bazar meydanı deyilən ərazidəyik və bu tarixi bina Rathaus adlanır. Rathaus şəhər rəhbərliyinin binasıdır, hardakı şəhəri idarə edən, belə desək, parlament yerləşir tarixi olaraq. Onu da deyim ki, bu ərazi UNESCO tərəfindən mədəni irs siyahısına daxil edilib. Buradakı tarixi binalarla birlikdə. Bu da şəhər meriyasıdır, binasıdır. Burada görünən heykəl isə Roland heykəli deyilən heykəldir. Bir çox Avropa şəhərlərində var. Bu da 11-12-ci əsrlərdən etibarən buradadır və Bremenin azad keçmişini simvolizə edir. Bu baxımdan şəhər üçün önəmli yerə sahibdir.
burada Bex markasının belə deyək pub'ı görsənir. Ümumilikdə Bremen şəhərinin ən önəmli simvollarından biri, ən önəmli Bremen şəhərini tanıdan məqamlar və başqalarına deyəndə Bremen nə ilə xatırlayırlar desək, mən deyərdim birinci növbədə mədəniyyətlə və ədəbiyyatla maraqlanan insanlar üçün bu Bremen musiqiçiləridir ki, o barədə indi danışacağıq. Digər məqam futbolla maraqlananlar Werder Bremen futbol komandası ilə daha çox tanıyırlar və bir çox insanlar da Bremenin içki markası olan həmin Bex-lə tanıyırlar və Bremen şəhər musiqiçiləri dedim. İndi hal-hazırda həmin heykəlin yanındayıq. Bizim Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin bu onlayn turla bağlı olan elanında da xatırlayırsınızsa həmin bu heykəl vardı. Grimm qardaşlarının topladıqları demək hekayə, nağıla əsaslanan bir heykəldir və Bremenin bir nömrəli simvolu hesab olunur. Və həmin demək eşək, it, pişik və xoruz üst-üstə və həmin eşəyin ayağına toxunmağın uğur gətirdiyi söylənilir. Ona görə də çox insan gəlir və toxunur, şəkil çəkdirirlər. Bu da həmin vurğuladığım Rathausun qarşı tərəfidir. Burada Bremer Ratskelə, yəni həmin bu şəhər şurasının altında yerləşir zirzəmi. Burada tarixi əhəmiyyətə malik şərab nümunələri saxlanılır və onunla məşhurdur. İndi sizə başqa bir önəmli yeri göstərəcəm. Burada belə bir yer var. Bunun adı Bremer Loch, yəni Bremer dəliyi adlanır və burada həmin bu dəliyə qəpik atılanda həmin Bremen musiqiçilərinin heykəlindəki 4 heyvandan birinin səsini çıxarır. İndi biz də yoxlayırıq. Bəzən dolu olur, işləmir. Ümid edirəm işləyər və bura sent atırıq. Aha, bəxtimizə uzun qulaq səsi çıxdı. Belə. İndi bəzi tarixi küçələrlə Bremenin əsas çayı olan Veza çayı sahilinə doğru gedəcəyik.
Demək, Bremen iqtisadiyyatı əsasən şəhərin liman şəhəri olması ilə əlaqədardır, tarixi olaraq və bir çox şeylər bununla əlaqəlidir. Bugün isə burada müxtəlif sənaye inkişaf eləyib, avtomobil qayırma zavodları mövcuddur, ondan sonra müxtəlif sənaye sahələri var, hətta Airbus şirkətinin bir hissəsi burada yerləşir ki, orada təyyarə hissələri, önəmli təyyarə hissələri istehsal olunur və bir çox dünyanın hər yerindən demək, ixtisaslaşmış işçilər də həmin zavodlarda işləmək üçün bura köçürlər. İndi tarixi önəmli küçələrdən biri olan Böttcher Straße ərazisindəyik. Şəhərin təhsil həyatı haqqında biraz bilgi vermək istərdim. Müxtəlif universitetlər mövcuddur. Onların arasında ən tanınanı, ən önəmlisi Bremen Universitetidir. Eyni zamanda böyük universitetlərdən və özəl universitet hesab olunan Constructors University'də Bremen'də yerləşir, şəhərin biraz kənarında. Həmin universitetdə ingilis dilində daha çox təhsil verilir. Amma Bremen Universitetində dövlət universiteti olduğu üçün dövlət dilində, alman dilində əsasən təhsil verilir. Və bildiyimiz kimi Almaniyanın demək olar bütün şəhərlərində Azərbaycanlılar yaşayır. Bremen'də də həmçinin Azərbaycanlı icması var. Amma mən şəxsi müşahidələrimə əsasən, statistik məlumatlara yox, şəxsi müşahidələrimə əsasən deyərdim ki, Bremen şəhəri böyüklüyünün miqyasına baxdıqda digər Almaniya şəhərlərindən daha az Azərbaycanlı icmasına sahibdir və Azərbaycanlıların əksəriyyəti buradakı az öncə bəhs etdiyim Constructors University'də təhsil alırlar və onun kampusunda oxuyurlar, orada yaşayırlar. Amma Bremen Universitetində təhsil alan Azərbaycanlılar da var və iş üçün və digər səbəblərdən bura köçmüş və yaşayan Azərbaycanlılar da var əlbəttə ki. Bugün səhv eləmirəmsə elə Werder Bremen'in oyunu var idi ya da olasıdır. Ona görə bir çox insanlar şəhərin futbol klubu olan Werder Bremen'in şərfləri ilə gəzirlər. Səhv eləmirəmsə bir dəfə Almaniya çempionu da olub Werder Bremen, amma tam əmin deyiləm futbolla çox maraqlanmadığım üçün.
Bu da Bremen'in bayrağıdır və həmin o ortadakı logo, açar işarəsi də var, emblem. Hansı ki, bildiyim qədərlə cənnətin açarı hesab olunur, yəni dini anlamı var. Həmin az öncə bəhs etdiyim Almanya 16 federal əyalətindən biri olan Bremen əyalətinin və şəhərinin emblemidir. Şəhərdə çox vaxtı demək turistik şəhərdir və çox vaxtı da bura Niderlandla sərhədə yaxın olduğu üçün Niderlandlı turistlər tez-tez şəhərə gəlirlər və onları çox görmək olur, eşitmək olur. İndi bəhs etdiyim Weser çayının sahilindəyik. Bu da həmin Becks firmasının, Bremen'in əsas istehsal məhsullarından biri olan Becks pivələrinin emblemidir. Yəqin ki, reklam emblemidir. Və yenə Almanya ilə Bremen'in bayrağını görə bilirik. Weser çayı Almanyanın ən böyük çaylarından biridir və gəmiçilik əhəmiyyəti olan bir çaydır. İri gəmilər də Bremenə bu çay vasitəsilə yaxınlaşa bilirlər. Balıqçılıq əhəmiyyəti də var və isti havalarda insanlar sahilində üzürlər. Ümumilikdə Bremen əsasən çox buludlu, yağışlı bir şəhərdir, amma bugün bəxtimizdən qismən yaxşıdır hava. İndi biz çayın sahili ilə Bremen'in digər bir tarixi məhəlləsi olan Schnorrviertelə gedirik, Schnorr məhəlləsinə gedirik. Bremen Almanyanın digər iri şəhərlərindən Hamburqun yaxınlığındadır. Və bir çox məsələlərdə Hamburqla əlaqəlidir və sərhəd olaraq Almanyanın yalnız Niedersachsen federal əyaləti ilə sərhəddir. Amma Bremenin özündə bütün vacib infrastruktur, hava limanı və digər şəhərlərlə birbaşa əlaqələndirən nəqliyyat yolları var. Biraz da özümü göstərim. Mən gördüyüm qədərilə çox mehriban insanları olan bir şəhərdir. Artıq bir neçə ildir ki, burada yaşayıram və deyərdim ki, çox bir-birinə qarşı hörmət göstərən, xoş münasibət göstərən insanlar var, həm də başqalarına qarşı.
çayın digər tərəfində şəhərin digər hissəsi yerləşir. Buradan görsənən məhəllə Neustadt adlanan məhəllədir. İlin müxtəlif dövrlərində şəhərdə çox fərqli festivallar olur, musiqi festivalları, mədəni festivallar, Bremen şəhərinin özü ilə bağlı olanlar, hətta şəhərin fərqli məhəllələrinin də hər birinin bəzən özünə məxsus festivalları olur ilin müəyyən vaxtlarında. Bu velosipedlər Brebike paylaşım üçündür, yəni mobil tətbiq vasitəsilə bunları qoşulub şəhərin hər yerində işlətmək olur. Burada velosiped çox önəmli yer tutur. Hətta poçt işçiləri belə poçt məktublarını bəzən velosipedlə çatdırırlar və çox kiçik yaşlarından uşaqlar velosiped sürməyi öyrənirlər. Bu bir mədəniyyətin bir parçası hesab olunur. Bu yaxınlarda eşitdim ki, cəmi 3 yaşından artıq uşaqlara ilk velosipedlərini adətən hədiyyə verirlər. Əlbəttə pedalsız olan velosipedlər olur, daha sadə versiyaları. Amma artıq o yaşdan onlar öyrənirlər harda dayanmaq lazımdır, harda hərəkət etmək lazımdır. Və yaşları artdıqca uşaqların həmin velosipedlər də böyüyür və onlar artıq uyğunlaşırlar. Ona görə də çox soyuq, qarlı havalarda da velosiped yolları həmişə dolu olur. Bura Domsayda adlanan ərazidir, hansı ki əsas nəqliyyat qovşaqlarından biridir və bir çox tramvaylar bu ərazidə gəlib birləşirlər və
şəhərin başqa ucuna getmək üçün adətən burada dəyişilir. Burada şəhərin əsas memarlıq üslubunu görmək mümkündür. Amma indi birazdan daxil olacağımız məhəllə daha qədim məhəllə hesab olunur. 100 illərdir ki, özünə məxsusluğunu qoruyub saxlamış bir ərazidir, Schnorrviertel. Bəs şnor nə deməkdir? Şnor sözünün anlamı, əgər yanlış xatırlamıramsa, gəmilər lövbər salarkən o qalın kəndirlərdən ki istifadə olunurdu, onlara deyilirdi. Bu məhəlləni özünə məxsus eləyən odur ki, burada çox sıx şəkildə küçələr var və tarixi memarlıq qorunub saxlanılıb, öz sıx küçələri ilə tanınır və kiçik evləri ilə. Daha turistik bir yerdir, kiçik kafelər və əl işlərinin satıldığı yerlər var burada. Schnell weitergehen. Da wird es Nacht. Aber auf jeden Fall ist das Bodensee? Warum? Mən kənardan evləri göstərirəm, nə qədər kiçik olduqlarını görmək mümkündür. Adətən 2 ya 3 mərtəbə olsa da çox kiçikdirlər. Və küçələr də bu cür dar küçələrdir və dar küçələri ilə tanınır. Məsələn, belə bir dar küçə görürük. Burada məsafə təxminən bəlkə də 30 sm olar. Keçmək üçün belə küçələr həmin bu məhəllədə çoxdur.
Məsələn, çox kiçik bir evdir. 2 mərtəbə cəmi. İndi yaşayış yoxdur, hamısı hansısa ticarət məqsədləri üçün işlədilir. Bura isə dünyanın ən kiçik oteli hesab olunan yerdir. Hochzeits Haus. Hərfi anlamı evlilik evi deməkdir. Və bildiyim qədərilə hal-hazırda da bura istifadədədir, işlənilir və cütlüklər evləndikdən sonraki gün üçün buranı əvvəllər belə deyək, book edirmişlər. Hochzeits Haus hal-hazırda da dünyada ən kiçik qonaq evi olaraq bilinir. Şəhərin mərkəzi hissəsində hündür mərtəbəli binalar demək olar ki, yoxdur, çox azdır. Şəhərin memarlıq üslubunu qorumaq üçün bu edilib. Həm də bu tarixi mərkəzdə özünə məxsus və tarixi şirniyyatçılar da görmək olur. Bunların arasında sosial təsisatlar da var, hansında ki, əlil şəxslər də işləyirlər. Bu Şnor məhəlləsinin çıxışı idi və buradakı emblemdə də həmin o az öncə göstərdiyim kiçik, dar küçələri və evləri görmək mümkündür. Və biz
canlı yayıma şəhərdəki parklardan birində başlamışdıq. Şəhərdəki parklar elə formada salınıb ki, hamısı bir-biri ilə əlaqəlidir və yalnız parkın içi ilə getməklə, velosipedlə ya piyada şəhərin bir ucundan digər ucuna gedib çıxmaq mümkün olur. Dənizkənarı ərazidə yerləşdiyi üçün iqlimi çox sərt deyil. Yəni nə yayda çox isti olmur, nə də qışda çox şaxtalar olmur. Şəhəri velosipedlər üçün əlçatan eləyən digər bir məqam da əsasən düz olmasıdır. Demək olar ki, təpəlik ərazi çox azdır. Bu da Şnor məhəlləsinin, az öncə olduğumuz məhəllənin başqa bir girişidir. Bu qarşıda gördüyümüz bina isə şəhərin mərkəzi kitabxanasıdır. Hardan ki, mən də çox tez-tez istifadə edirəm. Və hər kəs üçün açıqdır, hər kəs girib içəridə işləyə bilər, yüksək sürətli internet var. Həm də üzvlük haqqı da çox ucuz qiymətlərdir, hansı ki, tələbələrə daha çox endirimlər olur və həmin demək olar ki, hər şeyi tapmaq mümkün olur kitabları. Bura mədəniyyət sarayıdır. Hansı ki, bir çox mədəniyyət tədbirləri orada təşkil olunur. İndi biz yavaş-yavaş yenidən həmin canlı yayıma başladığımız parkın ərazisinə daxil oluruq. Amma başlanğıçda da dediyim kimi bu çox böyük bir parkdır.
hər ucu şəhərin başqa bir istiqamətinə qədər gedir. Elə bu ərazidə yavaş-yavaş canlı yayımımızı yekunlaşdıra bilərik. Ümid edirəm ki, bütün gəzməyə maraqlı olan şəxslər bir gün Bremeni canlı da gəzmə şansları olarlar. Mən Bremeni Avropanın ən gözəl şəhərlərindən biri hesab edirəm. Və hər kəsə də tövsiyə edirəm imkan düşərsə bu şəhəri gəzməyi. Və izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm faydalı oldu. Əgər verdiyim məlumatlarda hansısa texniki yanlışlıq olarsa ya qarışdırmış olarsam üzrlü hesab eləyin. Və bir daha bildirmək istəyirəm ki, bu onlayn tur Fantaz EU Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuşdur və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin həmin bu canlı yayım açdığımız səhifəsində daha öncələrdə digər şəhərlərdə edilmiş turları da tapa və izləyə bilərsiniz. Həmçinin bundan sonra da böyük ehtimalla bu cür turlar olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.